10 qəpiklik dəmir pulun kütləsi 2,5 qram, 50 qəpiklik dəmir pulun kütləsi isə 5,5 qramdır. 20 manat kağız pulu 10 və 50 qəpikliklərə çevirib tərəzidə çəkdikdə 290 qram alınarsa neçə ədəd 10 qəpiklik götürülmüşdür? Fərz edək ki, 10 qəpikdən x ədəd götürülübdür, 50 qəpikdən də y ədəd götürülübdür. Və x ədəd 10 qəpiyin ümumi məbləği olacaq 10x, y ədəd 50 qəpiyin də ümumi məbləği 50y-dir. Və hamısı bir yerdə bizə 20 manat verməlidir. 20 manatda 2000 qəpik olduğu üçün bərabər 2000 yazırıq. İndi 10 qəpikliklərin birinin çəkisi 2,5 olduğu üçün x saydasının çəkisi də olacaq 2,5 vurulsun x. 50 qəpikliyin birinin çəkisi 5,5 qramdırsa, y sayda 50 qəpiklik götürüksə, onda çəkisi olacaq 5,5 vurulsun y. Və ümumilikdə isə çəki 290 qramdır. İndi bu aldığımız sistem tənliyi həll etməliyik. Aşağıdakını -4-ə vura bilərik. -4-ə vuranda -10x minus 22y bərabərdir. 290-ı da vuranda verəcək 0, 6 yazırıq 3 yadda, 1160. İndi toplasaq birinci ilə aldığımızı 10x ilə -x islah olacaqdır. 50-dən 22 çıxanda verir 28y bərabərdir. 2000-dən də 160 çıxmaq lazımdır. O da verəcəkdir 840. İndi y-də tapanda 840-ı bölmək lazımdır 28-ə. Alırıq burada 30. Deməli, y 50 qəpikliklərin sayıdır. Biz x-i tapmalıyıq. X-i də tapmaq üçün hansısa bir tənlikdən istifadə edə bilərik. Misal üçün birincidə yerinə qoyarıq. Demək, 10x üstəgəl 50 vurulsun 30 bərabərdir 2000-ə. Buradan 10x bərabərdir 500-ə. 2000-dən 1500 çıxdıq. X də bərabər olacaqdır 50-yə. Cavabımız olur A variantı.